Əvvəla böyük kündədən başlayırıq. Hər bir tərəfini yağlayırıq. Bıçaq ilə hər bir tərəfinə yayırıq. Yağladığımız xəmiri bükürük. Və belə bükürük. Keçid edirik digər kiçik kündəyə. Günə gələcək şəkildə yağlayırıq. Fırça vasitəsilə hər bir tərəfinə yaxırıq. Yağladığımız xəmiri bükürük. Bükürük. Büktüyümüz xəmiri yumru şəkildə bükürük. Belə. Yanına qoyub 20 dəqiqə özünü tutmağını gözləyib. Əvvəla böyük kündəmizi yayırıq. Tavamızı yağlayırıq. Yaydığımız xəmirimizi tavamızın içərisinə əlavə edirik. İçliyimizi əlavə edirik. Tərəfinə yayırıq. Və digər xəmirimizi əlavə edib yanlarını bükürük. Onsuz da bunu geri çevirəcəyik. Bu hissəsi altda qalacaq. Çəngəl vasitəsilə deşdəkləyirik. Üstünü yağlayırıq. Əvvəlcədən alt üst rejimdə 200 dərəcədə qızdırılmış sobada təqribi 1 saat üzü qızarana kimi pişiririk.